Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli qarşıda gördüyünüz 4 sot torpaq sahəsi satılır. Qiyməti 58.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sənədi sərəncamdır. Eyni zamanda arxiv arayışı var. İndi isə bax bu torpaq sahəsinin harada yerləşməni sizə göstərirəm. Hal-hazırda həmin küçəni görürsünüz. Bax bu gördüyünüz evin arxasında deməli köhnə trolleybus parkıdır. Bu istiqamətdə isə Gəncə deməli stadionudur, şəhər stadionudur. Torpaq 18 yarımın 21.60'adır. Qaz, işıq və su xətlərini görmək mümkündür. Yəni bu küçədə var. İndi isə yenidən torpaq sahəsinin ərazisini göstərirəm. Qiyməti 58.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Başqa regionlar üçün deyim ki, yəni bax bura şəhərdir. Sola bax bu küçəni deməli getdikdə sola Maslajirin svetoforu, sağa isə deməli dəmir yol vağzalına gedən Atatürk prospektinin svetoforudur. Yenidən torpaq sahəsinin ərazisini göstərirəm. Dediyim kimi qiyməti 58.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.